Salam, imtahan iştirakçıları. Bugün imtahan vermiş 9-cu siniflərin mətnlərinin qısa izahını verəcəyik. Birinci, alma ağacı mətnindən başlayırıq. A variantının izahlarıdır. 15-ci sualda cavab olacaq D variantı. 16-cı sualda cavab olacaq A variantı. 17-ci sualda diqqət etsəmiz, burada cavab olacaq D variantı. 18-ci sualda cavabımız olacaq B variantı. 19-cu sualda cavabımız olacaq B variantı. 20-ci sualda cavabımız olacaq B variantı. 21-ci sualda isə cavabımız olacaq, mətnin ideyasını soruşur bizdən. Burada isə cavabımız olacaq A variantı. 22-ci sualımızda isə deyir, alma ağacına aid iki xüsusiyyət göstərin. Burada biz fədakar olduğunu, qayğıkeş olduğunu qeyd edə bilərik. Keçirik ikinci mətnin izahına, Marco Polo mətnin izahına baxırıq. Burada 23-cü sualda cavabımız olacaq C variantı, çünki işıq üzü görmək nəşr edilməkdir. 24-cü sualımız olacaq C variantı. 25-ci sualımız olacaq Y variantı. 26-cı sualımız olacaq A variantı. 27-ci sualımız olacaq A variantı. 28-ci sualımız olacaq Y variantı. 29-cu sualımız olacaq B variantı.